Anlaşılan odur ki, Rusiyanın təhdidləri getdikcə Avropa ölkələrini daha ciddi şəkildə narahat edir. Ümumiyyətlə, biz hər zaman danışırıq ki, yeni dünya düzəni qurulur. Yeni düzənin əsas aracı da vəzifəsi müharibələrdir, münaqişələrdir. Yəni, dünyada yeni düzən müharibələrin sonucunda ortaya çıxacaq. Müharibələrdə kimlər qalib gələcəklərsə, kimlər uğur qazanacaqlarsa, onlar yeni dünyanın hakimləri olacaq, idarəçiləri olacaq. Kimlər məğlub olacaqlarsa, onlar təbii yenidən müstəmləkə rejimlərində yaşayacaqlar. Ola bilsin, indi bu indiki müstəmləkə rejim bir qədər modernizə olunacaq, o qədər də hiss olunmayacaq, görünməyəcək. Zaten 2-ci Dünya Savaşından sonra da belə idi. Dünyanı idarə edən böyük dövlətlər, böyük imperiyalar zaten 2-ci Dünya Savaşının sonunda razılaşmışdılar, qaliblər və dünyanı bölüşdürmüşdülər. Amma bunu elə bir formatda, elə bir modeldə həyata keçirirdilər ki, zahirən bütün dövlətlər yenə bərabər idi, BMT-nin üzvü idi, 193 dövlət var idi, beynəlxalq prinsipləri falan, bunlar hamısı var idi. Amma gerçəkdə isə dünyanın ağaları, hakimləri 5 imperiya idi. İndi də bax, demək olar ki, yeni bir düzən qurulur. Ona görə də bu düzəndə Rusiya yenə hakimlərin, idarə edənlərin arasında qalmaq istəyir. Amma yeni dünya düzəninin digər qurucuları isə Rusiyanın burada olmasını istəmir. Buna görə də daha çox biz Rusiya və qonşu ölkələr arasında savaşları, münaqişələri daha çox müşahidə edirik. Elə Rusiya-Ukrayna savaşına da bu kontekstdə baxmaq lazımdır. Şərqi Avropa ölkələrinin, Skandinav ölkələrinin də Rusiya ilə bağlı ciddi narazılıqları və endişələri var. Ona görə də bəli, belə bir məlumat artıq ciddiyə alınmalıdır ki, Skandinav ölkələri Rusiyaya qarşı sanki bir hazırlıq içindədirlər. Əslində, burada onların hücum edəcəyindən getmir söhbət. Onlar Rusiya hücum edəcək təqdirdə müdafiə olunmaqlarından gedir söhbət. Həm də nəzərə alsaq ki, indi bu ölkələrin nə qədər şanlı tarixləri, nə bilim, belə bir canşumur keçmişləri olsa da, indi digər Avropa ölkələri kimi Skandinav ölkələrinin də əslində özünün müdafiə sistemləri kifayət qədər ciddi, güclü deyil. Hətta bir dənə orada Finlandiyada və İsveçdə məcburi qaydada, yəni orduya çağırış var. Digər Danimarkada və Norveçdə bildiyim qədər o da yoxdur. Yəni orada ümumiyyətlə ordu məsələsində çox əhəmiyyət verilməyib. Belə, yəni bunların orduları az qala simvolik səviyyədə. Amma indi artıq başa düşürlər ki, sabah Rusiyanın gerçək hücumu ola bilər. Ona görə də bunlar, düzdür, onların hərbi sənaye kompleksləri var, maliyyə imkanları var, texnoloji uyğurları var, üstünlükləri var. Amma real orduları, canlı orduları yox kimindir, belə deyək. Və eyni zamanda təbii ki, döyüş qabiliyyəti yüksək orduya sahib deyirlər. Harada döyüşdülər ki? Aydın məsələdir. Yəni, canlı ordu yoxdursa, deməli, döyüş qabiliyyəti də yoxdur. İndi orada ola bilsin müəyyən təlimlər falanlar keçirilir. Bildiyim qədər çox az miqdarda bunların orduları var. Ümumiyyətlə, təsəvvür edir ki, bütövlükdə Avropanın hamısını, bütün dövlətlər hamısını bir yerə yığanda hamısını bir yerdə 1 milyona yaxın ordusu alacaq. Yəni, burada bu sorun var. Çünki Amerika əslində o məsələləri üstənibdir. Amerikanın orduları NATO ordusu olaraq Avropanı da qoruyubdur. Dünyanın hər yerində fəaliyyət göstəribdir. Yəni, bunların içərisində ciddi ordusu olan ABŞ-dir. İndi isə ABŞ-nin çəkilməsi dönəmi gəlir. Konkret olaraq ABŞ artıq, bildiyim qədər artıq belə qərarları var. Polşadan və Rumıniyadan 10 mindən çox ordusunu aparmaq fikrindədir. Bu isə deməkdir ki, Şərqi Avropa və bütövlükdə Avropa Rusiya ilə üz-üzə qalır və müdafiəsiz qalır. Eyni təbii ki, təhlükələr və təhdidlər Skandinav ölkələrində əhatə edir. Həm də nəzərə alaq ki, Finlandiyanın özünün Rusiya ilə bir böyük 1000 kilometrdən çox, hardasa 1200-1300 kilometrə qədərli bir sərhədləri də var. Yəni, bunlar ilk təhdid olanlar sırasındadır. Son vaxtlar daha çox Baltikyan ölkələrdir, deməli, Polşadır, Rumıniyadır, Macaristandır və Skandinav ölkələrdir. Yəni, bunlar ilk zərbəni, Rusiyadan gələcək ilk zərbəni alacaq ölkələrdir. Sadəcə olaraq, hələlik Rusiyanın Ukrayna ilə başı qarışıqdır, amma Rusiya-Ukrayna savaşı dayanarsa və yaxud da bu savaşlarda Rusiya qalib gələrsə, ondan sonra onların hədəf olacağı ehtimalı var. Buna görə də bir hazırlıq içindədirlər.
Amma əslində dediyim kimi bu görsənən tərəfdir. Görünməyən tərəf odur ki, yeni dünyada güc yiyəsi olmaq, yeni dünyada qalib olmaq üçün anlaşılır ki, savaşlar qaçılmazdır, müharibələr qaçılmazdır. Ona görə də onlar da çox ciddi şəkildə hazırlaşırlar və Rusiya da təbii ki, öz hazırlıqlarında da belə necə deyirlər, öz planları çərçivəsində hər halda Avropanı təhdid altında saxlamaqda davam edir.